Belə dostlar, bu gün zəng elədilər mənə Nissandan. Dedilər ki, maşın hazırdır. Gəl, maşını təhvil al. İndi gedək görək nə eləyiblər, nə iş görüblər. Gəldim. Burada sağ olsun mən üçün qapını açdı. What the problem, what the issue? Can you explain to me? So, there's something called a VCR actuator. Okay. This basically actuates how the engine functions. That actuator sits on the bottom of the engine, kind of right between engine and transmission. It's about yay big. Okay. And no any problems, yeah? There was no problems. Everything went according to plan. Once we I'll figured test out. it today. Exactly. You're Today, on the drive to Virginia, right? yeah, I'm going to Virginia now. Hey, that's good. You keep me in the loop. You let me know if you Okay. need anything, okay? Okay. Mister? Thank you. Açarı aldım. Belə ceyranımı verdilər. Heyfdir adamın öz maşını. Bəli. Allah. İndi sürüb yoxlayacağım. Ətraflı ilə uzun yol gedirəm indi. Sizə danışacağım. Beləliklə dostlar, maşını götürdüm. Düşünürdüm ki, indi buradan yolum Virginia'ya idi. Virginia'ya getməliydim. Bir işim var idi orada. Onu planlaşdırmışdım eləməyə. Maşını götürdüm. Xəritəni qoymuşam yolda. Hərəkət edirəm və görürəm ki, həmin səs başladı gəlməyinə. Bunlar da bunu düzəldiblər, güya düzəldiblər. Bu qədər xərc çəkiblər orada. Yazıblar da, hamısı burada yazılıb. Nə qədər xərclər çəkilib belənsin, hamısı burada qeyd olunub. Güya düzəldiblər bunları hamısını. İndi yenə qaz verirəm, tak 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 səs gəlir. Təzdən kör peşman qayıdıram servisə, təzdən gözlərindən soxun bunu ki, bu necə maşın düzəltməkdir, necə düzəltmisiniz siz bunu. Hələ mən neçə vaxtdır, artıq 5 gündür maşını gözləyirdim. Bu günə işlərimi planlamışdım. Səsə bax. Bilmirəm nə dərəcədə eşidirsiniz yoxsa yox, amma çox pis səs gəlir. Tak 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 belə səs gəlir. Nə düzəldiblər bunlar burada, nə işlər görüblər. İndi gəl dinən. Sonra da deyirlər ki, sən Amerikanı pisləyirsən. Qardaş, vermişəm faktiki servisə. Sənədlərim var, hər şey rəsmidir. Demişəm onlara ki, problem bundadır, bu məsələdədir problem. Onlar deyəndə ki, VCR-dır, benzinə nəzarət, belə bir şey. Mənə biraz qəribə gəldi, dedim, dəqiq odur. Dedilər, hə, yoxlanılıb 100% odur. Budur. Amerikada servisin işi budur. Baxın, keçən səfər bir problem yaşamışdım servislə. Bu ikinci problemimdir, servislə yaşayıram. Məsələ Nissan'dır deyə söhbəti deyir. Burada Nissan'da da eyni problemi yaşayırsan, Land Rover'da da eyni şeydir, BMW'da da, hamısında eyni problemi yaşaya bilirsən. Sadəcə məsələ bunların yanaşmağıdır. Onlara mən dediyim şeyi yoxlamayıblar bunlar 100%, başqa bir şey yoxlayıblar. Gedim, başlayayım onlarla orada spor eləməyə. Deməli, belə yoldaşlar, maşını servisdə gözlədim, mexanik gəldi, mexaniklə maşını sürdük, mexanik birinci deyirdi, yox, filan şey səs gəldi, dəyişdi, filan şey səs gəldi, dəyişdi, amma maşını sürəndən sonra mexanik özü də gördü, onu ayağında da hiss elədi. Ona dedim ki, maşını sən soyuq sürmüsən, görməmsən. Biraz sürdü, maşın qızandan sonra səsi aydın eşitdi. Dedim, həm eşidirsən bunu, həm də ayağında hiss eləyirsən. Dedi, hə, düzdür, bunu deyir, görməmişdim, başqa şeydir, amma indi düzəldəcək. Bunu indi yəqin ki, yenə bir həftə gözləməli olacağım, amma başqa çarəm yoxdur. Bu düzəlməlidir. Mən də sevinmişdim ki, nə yaxşı maşını düzəldi, gedirəm işimi dalayacağım. Beləsinə indi yenə sizə məlumat verəcəyim bu barədə. Görək iş hara gedir, nəticəsi nə olacaq. Yenə sizə başıma gələn bir hadisəni göstərəcəyim. Danışacağım bu hadisə barədə. Hadisə mənim sizə göstərdiyim maşın ki var idi. Mənim maşınımın seri rəngi, qrey deyirlər. Həmin maşının bu səfər, nəhayət ki, bu səfər günahkar mən deyiləm. Mən dayanmışdım svetoforda. Onun da mübarizəsi getdi o söhbətin. Svetofordur, işıqfordur.
İşıqfor demək istəyirəm hər dəfə. Çalışıram milli sözlərdən istifadə edeyim, amma yenə də görürəm ki, yoxdur. İşığı tərcümə elədim, for qaldı axı bu. Ona elə svetofor deyirəm elə. Bu arada saat aldım, yeni itirdiyim saatın eynisini aldım. Niyə eynisini? Çünki xoşlayıram. Mən bir şeydən xoşum gələndə onu ölənə qədər odur da məndə, yəni dəyişmirəm. Özüm gərək başqa bir seçənəyim olsun, başqa bir şey xoşuma gəlsin ki, onu dəyişəm. Bu musiqi dinləməkdə də belədir. Bir musiqidən xoşum gəldisə, onu mütləq bir 100, 200, 300, 500 o qədər dəfə qulaq asıram ki, ta ki ondan bezim, yəni bir dəfə bezim bitsin. Yəni belə olur məndə. Hər dəfə hardasa işləndə qulaq asmıram. Mən də oturan dostlarım da həmişə deyir ki, deyirsən dəlisən, belə şey olar. Bir mahnı necə adam dalbadal bu qədər qulaq asa bilər. Bilmirəm, məndə bu xüsusiyyətdir bir dənə. Xoşuma gələn mahnıya o qədər qulaq asam ki, bezim də, tam bezim. Nəysə, mövzu budur. Mövzu həmin bu sürdüyüm maşındır ki, dostumun maşınıdır, tanışımın maşınıdır. Bunu götürmüşdüm öz maşınım şeydə olduğu vaxtda, təmirdə olduğu vaxtda. Öz maşınımın təmirdə olması da bir ayrı məsələ. Məni boğaza yığıblar artıq. Onu da danışacağım sizə. Amma çox güman ki, bu videoda yox, başqa videoda olacaq. Nəysə, mən svetoforda dayandığım halda biri gəldi arxadan vurdu. Arxa sağ tərəfdən maşını vurdu və maşının buferi girdi içəriyə. Orada hansısa panelləri zədələdi bilirəm. Çünki avariya vaxtı səs böyük oldu. Mən sadəcə qırmızı işıqda dayanmışdım. Qaqaş gəldi, sağ olsun, qaradərli qardaşlarımızdaydı, gəldi, vurdu. Heç nə yoxdur, deyir, heç nə yoxdur. Nə insan polisidir, heç nə yoxdur. Dedim, bu dəqiqə, heç nə yoxdur. Gözdə, polis gəz. Mənim çünki başıma gəlib Amerikada. Polis çağırmamışam. Bir dəfə başıma bir hadisə gəlmişdi. Rent götürdüyüm maşın idi. Kia Niro, yox, Kia EV6 idi. Toqquşduq. O da telefona baxan vaxt idi. New Jersey maşını idi. Telefona baxan vaxtı gəlib mənim rent götürdüyüm maşını vurmuşdu arxadan. Mən orada nə eləmişdim? Mən sadəcə maşını götürəndə həmin hissədə ki, biraz dızıq var idi. Maşını rent götürəndə kağız verirlər sənə ki, harda bax maşına baxış keçir, harda cızıq var, əzik varsa, həmin kağızda maşının sağ, sol, ön, arxa şəkilləri var. Onların üstündə xət çəkirsən, ruçka ilə xət çəkirsən ki, bu yerlərdə cızıqları, əzikləri və s. bir şey var. Mən də arxasında bir balaca cızıq var idi, cüzi də, sürtünmə var idi. Oranı götürüb həmin o kağızda daha çox nişanlamışdım ki, yəni zədə yeri daha çoxdur, belə bir şey eləmişdim. Bu mənə arxadan vuran həmin maşında van idi də, o yük daşıyan vanlərdən idi. O da bir qız idi, o vurdu, mənim həmin nişanladığım yeri vurdu və oranı çox zədələdi. Mən də ona dedim ki, bəs bunu polis çağır. Mən həmişə çalışıram qanuni rəftar edeyim. Çünki Amerikada qanundan kənar bir addım atdınsa, sabah peşman olacaqsan. Ona görə yəni danışım, razılaşaq bəlkə zat. Çünki razılaşmışam, başıma gəlib ki, razılaşdın, sonra atırlar sənə, qalırsan bilənçinə. Amma əlində polis raportu olanda heç kim səni ata bilmir, heç kim fırlada bilmir mövzunu. Ona görə ən yaxşısı, yəni insana düşünsən ki, nə olar ki, polis gəlməsin də belə aranızda razılaşın, elə deyil. Bura Azərbaycandır, bura Amerikadır, burada aranızda razılaşdığına görə sonra peşman olursan. Ona görə polis, çağırmadım polisi. Niyə çağırmadım? O elektrik maşından olan hadisədə. Çünki qız dedi ki, mənim 2 uşağım var, şirkət maşını sürürəm və bu bir mənim rekorduma düşəcək, mənim üçün problemdir. Xahiş edirəm, polis çağırma, aramızda həll eləyək. Mən dedim ki, onda gedək aparım ustaya. Usta bunu təmir eləməyə
Orada buferi söküb, sürtüb, kraskalayıb, biraz sınan yeri vardı. Onu sınan yerində çartlamışdı da buferi, plastikli çartlamışdı. Onu payat eləyib kraskalayacaq idilər, belə bir şey. Qız nə qədər yalvar yaxar elədi. Hətta qızla o söhbət eləyəndə onun məndə videoları da deyəsən var, telefonumda dəqiq yadımda deyil. Qızla söhbət eləyəndə polis də hətta yanımızdan keçəndə dedi ki, problem var. Dedim, yox, problem yoxdur, narahat olmayın. Yəni polisi istəsəm cəlb eləyə bilirəm, istəsəm cəlb eləyə bilmirəm. Yəni polisə desəm ki, hə, problem var, polis cəlb olunur işə, polis kimi işin görür. Deyirəm ki, yox, sənliyi də özümüz həll edirik. Polis gedir, heç nəyə qarışmır. Yəni belə bir gözəl bir sistem var. Nəysə qızla razılaşdıq. Qız dedi ki, bəs aparaq ustaya. Usta nə qədər desə, mənli idi, mən qarşılayacağım, narahat olma. Qıza Allaha and olsun, qıza bu sözü dedim. Dedim, mən inanıram ki, sən mənə aldadacaqsan. Amma mən yenə də sənə güvənmək istəyirəm. Ona görə eləmədim ki, qız çox gözəl idi, yox. Amma sadəcə bunu qıza bildirdim ki, dedim, mən bilirəm sən məni aldadacaqsan. Çünki mənim başıma elə təcrübələr gəlib. Azərbaycanda, başqa ölkələrdə bilirəm. İnsanların sözünə inandınsa, ki, həmin vaxt onlar sənə borcludurlarsa nəysə, inandınsa, mütləqdir ki, o sonunda necəsə fırlatma olur. Mütləqdir. Onu mütləq rəsmiləşdirməlisən. Ona görə qıza dedim ki, mən inanıram, sən mənə aldadacaqsan. Amma mən sənə güvənməyi seçirəm bu səfər. Qız dedi, çox sağ ol, çox sağ ol. Getdim evə, qıza sonra yazdım ki, bəs nə vaxt, hara gedirik? Sabahsa sonra mənim blok, mən qıza dayı əlaqəyə girə bilmədim. Güldüm öz-özümə, dedim, mənə bu da azdır. Çünki mən inananda ki, yox, insandır, mən ona kömək eləmiş olaram bundan, yazıqdır. Heç vaxt heç kimə gərək yazığın gəlməsin. Çünki yazığın gəldiyində yazıq duruma düşürsən. Mənim sığortam amma səni həll elədi. O bitdi, getdi. Amma o mənə dərs oldu ki, mən Amerikada heç vaxt, heç kimə kömək eləməyim. Yolda görün bir hadisə, mən saxlamaram. Mən bura təzə gələndə, Amerikaya təzə gələndə yolda hadisə görürdüm. Məsəl üçün görürdüm ki, təkəri partlayıb, kiminsə əlində bir əski parçası ilə bir şey eləyir ki, sən ona yardım eləyəsən. Əvvəllər saxlayırdım maşını, saxlamaq istəyirdim maşını. Dostum bir də mənə dedi ki, sənin başın xarabdır. Nə maşın saxlamaq? Elə şey heç vaxt dedi, eləmə. Sən dedi, bilmirsən saxlayacağın adam, bura Azərbaycanda ölsənsin dedi. Sən saxlayacağın adam, bilmirsən niyyəti nədir? Nə niyyət orada maşın saxlayıb? Səni saxlamaqda niyyəti nədir? Ola bilər saxlayarsan, səni silahla ya bıçaqla səndən pul istəyər, ya maşını alar səndən, həyatına təhlükə yaranar. Yəni bu ehtimallar hamısı var deyə, necə ki, heç nə olmaz 50-50-yədir, hər nə olar da 50-50-yədir. Ona görə dedi, əsla heç vaxt saxlayıb insanlara kömək eləməyə çalışma. Amma o deyəndən sonra eləmişəm bir dəfə, bir yaşlı qadına kömək eləmişəm, təkərini dəyişməyə kömək eləmişəm, o heç. Amma risklidir. Sən bağlı yumurta kimidir, bilmirsən içindən nə çıxacaq da hadisədə. Ona görə çalışıb uzaq durmaq lazımdır, öz yolumu getmək. Qaydaq mənim məsələmə. Mənim məsələm nədir? Mən svetoforda dayananda ki, mənim maşınla arxadan vuran adam, Qaradəyərli qardaşımız, mən vurmaqdan istədim ki, bərk vuruldu. Çünki bufer girdi içəri, mən maşının korpusunda titrəməni hiss elədim, zərbənin səsini hiss elədim. Ona görə bufer girdi içəri, o sonra arxaya verdi, bufer təzədən qayıtdı yerinə. Belə şişdi, boşaldı. Elə bir boşaldı, sonra şişdi. Belə maraqlı bir şeydir. Bu içəridə maşının içində hansısa yerləri zədələdi. Ona görə maşını şeyə vermədim. Amerikan ustaya vermədim. Polis çağırdım birincisi. Polis gəldi. O da mənə deyir ki, qardaş, neysən polisi özümüz həll eləyək, özümüz həll eləmirik. Polis, qanun. Qanun nədirsə odur, qutardı, getdi. Polis gəldi, raport tutdu, yazdı, hansı kimdir günahkar, hadisə necə baş verib. Hər bir şey qeyd edəndən sonra raportlar, sığortaya müraciət edirsən, həmin şirkətin sığortası. Mən hələ müraciət eləməmişdim. Amma oğlan görünür ki, özü
öz sığortasından pul çəkmək üçün öz sığortasını müraciət eləyib ki, maşınım əzilib. Avtomatik əzildiyini bildirmək üçün raportu göstərir. Raportda onun günahkar olduğu göstərilir. Ona görə onun sığortasından artıq mesaj gəlmişdi mənə, məktub gəlmiş ki, bəs bu hadisə ilə bağlı siz tərəfdən heç nə almamışıq. Çünki mənim başım qarışıq idi öz maşınıma, elektrik maşına, bu maşını saxlamışdım. Dedim bunu vaxt ayırıb, çünki bilirəm də bunun işləri necədir. Getməliyəm, vaxt ayırmalıyam, bunlar hamısı vaxt olmalıdır. Mənim də o qədər vaxtım yoxdur. Ona görə bu günə saxlamışdım. İndi gedirəm New Yorkda bizim Azərbaycanlılar var. Orxan və Agil. Qardaş deyirlər, yox. Yəni, qan qardaşı deyirlər, belə qardaşdılar. Onların servisinin açılışında da olmuşdum. Gedirəm, onlarla danışdım. Niyə onların yanına gedirəm? Birincisi, sürətli eləyirlər, işi sürətli görəcəklər. Mən Amerikanlı ustaya versəm, bu bir neçə gün və yaxud bir neçə həftə çəkəcək, bilirəm. Onlara aparıram, çünki bunu tez eləyəcəklər. Onlar artıq danışıblar sığorta ilə ki, sığorta gəlsin, bu günləri maşına baxış keçirsin, maşına dəyən ziyanı təyin eləsin, qiymətləndirsin və onlar işə başlasınlar. Həm də tanıdığım adamlardır. Məsələn, Amerikanlının işi xoşuma gəlməyə bilir. Onlar sadəcə işi iş kimi görürlər. Amma biz Azərbaycanlı olduğumuza görə bizdə belə deyir. Mən işə baxmalıyam. Məsələn, dostum 3 il bundan əvvəl Bostona yol gedəndə maşının arxadan vurmuşlar onda. Apardı bir Azərbaycanlı ustaya, deməyəcəm kimə. Apardı, o Amerikanlaşmış Azərbaycanlı ustadır. Ona görə artıq 30 ildir burada yaşayan bir ustaydı. Aparmışdı ona, düzəltmişdilər. Ona dedim ki, arkadaş, ver sənin maşının Mercedes'dir, bunu servisə ver. Çünki Amerikanlar onu tutmurlar da, tuta bilmirlər ki, bu yəni ideal kraskalanmalıdır, yoxsa bilinəcək. Verdi onlara, onlar kraskalanmışlar, düzdür. Maşının öz rəngindən, maşının buferlə bagaj rəngi bilinirdi. Mən ustanın yanında götürəndə dedim ki, bu usta bu fərqli rəngdir. Dedi, necə fərqli rəngdir? Dedim, usta görmürsən, bu fərqli rəngdir. Günəşə çıxarda, bax, atrajeniyadan görürsən, bu fərqli rəngdir də. Bu, bunun tonudur, biraz fərqlidir bu rəng. Yox, elə şey yoxdur. Dedim, usta, bəs bu səhv rəngdir. Burada da işığın qırağının üstünə rəng dəyib, belə filan. Usta əsəbləşdi, məndən acığı gəldi və ondan sonra ustanın məndən zəhləsi getdi. Çünki öz işin düzgün görməmişdi, məndən zəhləsi getdi təbii ki. Nəysə, gedirəm Orxan bu şeyə baxsın. Gedirəm Orxan, Agil bu maşına baxsınlar, görsünlər maşında vəziyyət nədir, xərc nə qədərdir, necə düzələcək, bunlar hamısı mənə izah eləyəcəklər, göstərəcəklər, həm də sizə Orxan genişlərini göstərəcəm. Onlar həm maşını düzəldirlər, həm də maşına plyonka çəkirlər, rap eləyirlər maşını. Yəni bildiyin üstünə də rəng-bərəng eləyirlər maşınları. Gedək görək nə olur. New York'a da 2 saat yol deyə. Bəli, Brooklynə gəlirik. Həmişəki kimi probka. Brooklyn'in adətidir ki, probka olsun. Bu yol aparır bizi Brooklyn'ə keçid körpüsünə. New Jersey ilə New York'un Brooklyn hissəsini birləşdirən körpüyə. Verizon deyirəm bu körpüyə. Verazonadır deyəsən adı körpünün. Pullu körpüdür. Yəni elə belə körpüdür də 19-20 dollar pul verirsən körpüdən keçməyə. Deməli dostlar, burada belə bir yol var. Onu sizə göstərim. New York'un girişində mən bunu New York'a gələn yolda görmüşəm. Yəni New Jersey'nin trası ki var. I-76 trası. Həmin trasda görmüşəm. Bir də burada New York'a girişdə Brooklyn'də görmüşəm. New York'un içində də var bu. Bu nədir? Bu xüsusi yoldur. Avtobus yolu deyil, amma avtobuslar da oradan sürə bilir. Onu sizə ətraflı göstərib məlumat verəcəyəm. Bu gördüyünüz yuxarıda biraz sol tərəfdəki nişan 3-ü birində nişanıdır. Romb şəklindədir.
yaşıl yazılardan, yaşıl nişanda, sonra sol tərəfində qara romb. Bu düzdür, ora hələ 1 mayl qalıb, gedir ora, amma bu 3'ü birində nişanıdır. 3'ü birində nişanı nədir? İndi onu sizə izah edəcəm. Baxın, sağ tərəfdə belə bir monitor kimi nişan var. Yazıb Estimated Travel Times, yəni səyahət çatma vaxtı, belə deyim. Orada yazılıb küçələrin adı və oralara çatma vaxtı nə qədərdir bu tıxacla. 13, 17, 49 dəqiqə. Yəni belə bir ağıllı sistemləri var ki, hansı yerə çatmaq, çünki buradan gedən nəqliyyat əsasən bu 3 istiqamətə gedir deyə, orada yazıb ki, hansı yerə çatmağın nə qədər vaxt aparır. Baxın, qabaqda belə bir lövhə də var. Biraz da yaxınlaşdırım. Burada yəqin ki görsənməyəcək. Lövhədə nə yazır? If crash, no injuries, minor damage, move vehicle of travel lanes to exchange info. Nə deməkdir? Deyir ki, əgər qəza törətmisinizsə, yüngül əzilmələr varsa, maşın əzilməsi, yəni şəxsi əzilmə yoxdursa, yüngül əzilmələr varsa, maşınlarınızı deyir kənara çəkin, bir-birinizlə yolu bağlamayın, maşını kənara çəkin, bir-birinizlə məlumat alış-veriş eləyin, kifayətdir. Yəni belə bir ağıllı şeylər var yollarda burada. Baxın, bu nişanda bayaq dediyim 3'ü birində nədir? O, mən ona 3'ü birində adı qoymuşam. Bu nə deməkdir? Burada yazıb ki HOV 3+ only. 3 or more persons per vehicle. Bu nə deməkdir? Deyir ki, burada ancaq maşında 3 və daha artıq olan insanlar gedə bilər. Bir maşında 3 və daha artıq olan adamlar bu yolla gedə bilir. Bura daxildir avtobuslar, bura daxildir məsəl üçün adi sıravi maşınlar, hansında ki 3 və daha artıq adam var. Onlar sürətli yola girişləri var onların. Yəni belə deyim də, insanları bir növ cəlb edir ki, siz tək-tək getməyin, bir maşında gedin və tez gedin. Bu həmin sol tərəf xətti, həmin o xətti. Baxın, indi mən ora girməyəcəm onsuz da, hələ ora girməmişik. Ora girişə 0.5 mayl var. Baxın, bu onu göstərir. Yəni sürətli getmək istəyirsənsə, cəmləşin bir maşında gedin məntiqidir bu. Yəni hərə bir maşın sürməsin deyə nəqliyyatın həm bu çoxluğunu azaltmaqdır, həm də ağıllı bir vasitədir, çox gözəl vasitədir. Mən dəstəkləyirəm. Bu həm də nəyə xidmət edir? Həmin yolla avtobuslar gedə bilir, həmin yolla 3 və daha artıq adamlar gedə bilir. Yəni 3 adam, o demək ki, harası tələsənlər olur və yaxud nəysə xəstəsi olan olur. Axır ki də necəsə çox adam, tək adam heç vaxt adətən özünü sürüb xəstəxanaya aparmır axı, belə olmur. Kimlərləsə olur. Yəni o məntiqlə mən düşünürəm belədir. Amma bilmirəm nəyə görə belədir, amma çox gözəl üsuldur. Mən bunu bəyənirəm. Yəni 3 və daha artıq olan adamlar sürətli yolla gedir, o birilər adi yolla gedir. Burada da buna kim nəzarət eləyir? Nəzərə alsaq ki, bura Brooklyn ərazisidir, artıq Brooklynə giririk. Burada da gəlmələr çoxdur, dəhşət çoxdur gəlmələr. Yəni mən Brooklyndə ay yarım yaşadım. Gördüm ki, Brooklyn mənə aid deyil. Yəni mən ancaq burada rusları gördüm, bizimkiləri gördüm, erməniləri gördüm. Ancaq SNG-də burada başqa heç kim yoxdur. Amerikanlı burada tapsan sevinərsən, belə bir şey. Ona görə mən buradan köçdüm, getdim Pensilvaniyaya. Mən əslində Brooklyndə qalmaq istəyirdim. Sadəcə gördüm ki, hamı bizim millətlərdir. Mən də Amerikaya gəlmişəm. Amerikanları görüb də bizimkiləri kifayət qədər görmüşəm. Ona görə de Verrazano'dur körpünün adı. Baxın, yazıb orada. Verrazano körpüsü. Bu körpüyə çıxmalıyam. Bu Belt Parkway-ə gedir. Mənə Belt Parkway lazımdır ki, getdiyim istiqamətə çıxım. Bura həmişə probkadır, həmişə New York'un girişində sən əgər iş vaxtına düşdünsə, qanın getdi. İş vaxtı, giriş, çıxış, bir səhər 8-dən ya səhər 7:30-dan saat 10-a qədər belədir vəziyyət. Bir də axşam saat 5-dən saat 7-yə qədər bu vəziyyətdir, 8-ə qədər bu vəziyyətdir, sən burada əziyyət çəkməlisən. Yəni probkadır, hər yerdə probkadır, fərqi yoxdur. İstəyir Amerika, istəyir Azərbaycan, istəyir başqa ölkə, hər yerdə probkadır. Baxın, artıq sol tərəf getməyə başladı.
Onlar sürətli yola girirlər artıq. Ona görə onlar getməyə hərəkətə başladılar. Deyim ki, hamısı maşında 3 nəfərdir. Xeyr. Təbii ki, burada da bu qaydaları pozurlar insanlar. Beləsinə tək olanlar da girir o yola. Niyə pozurlar? Bunu Amerikanlar çox radikal eləyir. Bunu eləyənlər əsasən gəlmələrdir və demirəm kimlərdir. Başa düşərsiniz. Ona görə bu qaydanı belə pozurlar. Düzdür, mən ora girmirəm. O ən sol yoldur. Mən bu birinə girirəm. Baxın, o sol tərəf belə sürətli hərəkət edir, gedir. Baxın, orada gedən maşınlarda mən görürəm. İçində şoferdir, təkcə sürücüdür. Başqa adam yoxdur. Amma yenə girirlər o yola. Buna nəzarət edən kimdir? Buna nəzarət edən undercover polislər var burada. Yəni sən bilmirsən onlar polisdir, amma onlar polisdirlər. Ani bir də görürsən tap saxladı. Birin, ikisinin, üçün ardıcıl saxladı. Görür girib ardıcılı saxlayır. 3-ün, 4-ün, 5-in saxlayır ardıcıl ki, sən xeyr ola qaydanı pozmusan. Və yaxşı da onlara ştraf verir. Amma insanlar ştrafla deyir də burada buna görə onlar rahat bir $100 cərimə ödəyirlər. Amma yenə bunu eləyirlər. Yəni bundan əl çəkmirlər. Yenə bu qayda pozuntusunu insanlar eləyir. Yəni bu Amerikada yaşamaqla əlaqəli bir məsələ deyil. Bu insanların beyni ilə əlaqəli məsələdir. Qayda pozmaq insanların şuuru, düşüncəsinə əlaqəli bir məsələdir düşünürəm. Deməli dostlar, məsələ nədir? Mənim o biri maşınla bağlı məsələ nə yerdədir? Maşını götürdüm, sizə göstərdim orada görüntüdə. Maşını götürdüm ustadan, servisdən götürdüm maşını. Çıxdım üzü yola, Virginia yola düşürdüm və bir şey gördüm ki, həmin bir 15-20 dəqiqədən sonra gördüm ki, maşında həmin səs var. Qayıtdım, gəldim servisə, bildirdim onlara ki, məsələ budur, yəni verdiyim səs heç nə itməyib, olduğu kimi qalıb, tam başqa şey düzəldiblər. Onlar da belə təəccübləndilər. Dedim, xahiş edirəm, ustanı çağır. Ustanı çağırtdırdım, master kimdirsə, onu çağırtdırdım. Otuzdurdum öz yanımda, usta ilə maşını sürdüm. Göstərdim, yəni özü sürdü, mən də oturdum yanımda. Dedim, bax, belə qaz ver, belə yerindən götür bunları elə ki, eşidəsə onu. Elətdirdim, usta dedi, hə, mən bunları eşitməmişdim. Dedim, çünki sən bunu ancaq şeydə sürmüsən də, soyuq motorda sürmüsən, eşit. Çox sağ ol. Dedim, soyuq motorda sürmüsən, onları eşitməmişsən. Qızandan sonra eşitdim. Nəysə, sözün qısası oldu ki, maşını götürdülər özlərini təzdən təmirə. Dedilər ki, bir həftəyə gələcək, bildilər ki, korobkadandır məsələ. İndi korobkadan sonra nə çıxacaq bilmirəm. Mənə üzrxahlıq elədilər, yenə SMS də yazıblar hətta ki, bəs çalışırıq sənə rentə maşın verək ki, sən boşda deyəmməsən. Növbəti həftənin 2-ci günü, yəni bir 4 gün sonra mənə deyəcəklər ki, korobkanı dəyişirlər, dəyişmirlər, nə iş görürlər, onda deyəcəklər. Sevincim çox çəkmədi. Belənçinə görək axırı nə olacaq. Bu qədər.